Hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz sulfat turşusu. Bildiyimiz kimi sulfat turşusunun formulu H2SO4. 2 əsaslı turşudur. Turşu neçə əsaslıdırsa, o qədər hidrogeni alt-alta yazırdıq. Həmin hidrogenləri mütləq oksigen birləşdirirdik. Təbii ki, rabitə vasitəsilə. Kükürdlərə də oksigenləri birləşdiririk. Bizdə turşunu əmələ gətirən əsas elementimiz kükürdür. Digər atomların hamısını kükürdə birləşdiririk. Gördüyümüz kimi kükürd ətrafındakı rabitə sayı həm də onun valentliyini göstərir. 6 valentlidir. Buradakı rabitələrin ümumi sayı əvvəlki rabitə bölməsindən bilirik ki, oksigen sayını 2-yə vuranda ümumi rabitə sayını tapmış olarıq. Burada da gördüyümüz kimi 8 dənə rabitə mövcuddur. 8 rabitənin 6-sı sigma rabitədir. 1, 2, 3, 4, 5, 6. İkisi isə pi rabitədir. Buradakı rabitələrin hamısı polyar kovalent rabitədir. Nə üçün polyar kovalent deyirik? Çünki fərqli atomlar, qeyri-metal atomlar arasında yaranan bir rabitədir. Ümumi soruşulsa neçə elektron rabitə yaradıb? Rabitə sayını bilirsiniz ki, 2-yə vuranda ümumi rabitə əmələ gətirən elektron sayını müəyyənləşdirmiş oluruq. Yəni 8 vuruq ki, 16 dənə elektron rabitə yaradıb və ya elektron buludu eyni fikri ifadə edir. Sulfat turşusu sənayedə almaq üçün kontakt üsulundan istifadə edirik. Bunun üçün kükürdün təbiətdə yayılan birləşməsindən istifadə olunur. Bu kükürdün özü ola bilər. Sink esfalerit və ya pirit mineralının hər hansı birindən götürürük. Bunları yandırmaqla, yəni üzərinə oksigen gəlirik. Məqsədimiz bu maddələrdən kükürt qazını əldə etməkdir. Bu da necə alacaq? Reaksiyaları tamamlayaq. Deməli, kükürdün üzərinə oksigen gələndə bildiyimiz kimi birbaşa qarşılıqlı təsirinə alınır kükürt qazı. Sink S üzərinə oksigen gəlirik. Nəticədə sulfitlər yananda adətən oksidlər alınır. O cür yadda saxlayın. Sink oksid, bir də kükürt qazı alınır. Pirit yananda ferrum 2 üzərinə gəlir O2 alınır. Ferrum 2 O3 yəni dəmir oksid, bir də kükürt qazı. Aldığımız kükürt qazının üzərinə gəlirik oksigen alınır. SO3 qeyd edelim ki, bu reaksiya katalizator iştirakında gedir. Vanadium 5 oksiddən katalizator kimi istifadə olunur. Daha sonra isə SO3-ün üzərinə su gəlməklə sulfat turşusu əldə olunur. Gördüyümüz kimi mərhələli şəkildə getdi bu reaksiya. 3 mərhələdə, birinci mərhələdə də SO2 aldıq, sonra SO2-dən SO3, SO3-dən isə sulfat turşusu əldə oldu. Qeyd edeyim ki, SO3-ün üzərinə su əlavə etdikdə bu reaksiyalar sənayedə gedən prosesdir. Bu zaman boruda sulfat turşusu duman əmələ gəlir. Bu duman da arzu olunmaz haldır ki, növbəti reaksiyanın davamı getməsinə mane olur. Bunun qarşısını almaq üçün sulfat turşusunda SO3 həll edilir. Müəyyən miqdar N mol götürək. Bu qarşının adına da oleum deyilir. Hansı ki, oleum məsələləri də xüsusi olaraq mövcuddur. Burada həll edici sulfat turşusudur. Həll olan maddə isə kükürt trioksiddir. Bunun üzərinə N sayda, yəni N mol su əlavə olunur. Nəticədə isə sulfat turşusu alınır. Nümunə üçün deyirəm. Məsələn, 3 mol SO3 götürmüşük. Bu zaman 3 mol su əlavə etsək, 4 mol sulfat turşusu alınır. Sulfat turşusunun alınma reaksiyası yəni bu qədər. Sulfat turşusu rəngsizdir, yağlı təhər, sudan ağır bir turşudur. Sulfat turşusunun məhlulu necə yaradılır? Sulfat turşusunu bunu xüsusi diqqət etmək lazımdır. Məsələn, qabın içərisində sulfat turşusu əlavə eləmişik, üzərinə də su əlavə eləsək, bu proses qızma ilə müşahidə olunur. Qızma nəticəsində su buxarlana bilər ki, həmin su ilə bərabər turşu da bizim üzərimizə düşə bilər. Bu da təbii ki, təhlükəlidir. Bu proses yaşanmasın deyə əvvəlcə qabın içərisinə su əlavə edirik. Sulfat turşusunu yavaş-yavaş qarışdıra-qarışdıra beləliklə məhlulu da əldə etmiş oluruq. Ən doğru üsul məhlulu bu cür hazırlamaqdır. Sulfat turşusunun
Kimyəvi xassələrinə gələndə digər turşlarından ümumi xassələr var. Hansı ki, digər turşlar hansı reaksiya daxil olursa, sulfat turşusu həmin reaksiyalara daxil olur. Bir də xüsusi xassələr var ki, hansı ki, 2 sulfat turşusundan danışacaq. Duru və qatı. Sulfat turşusunun ümumi xassələri digər turşlarla eynidir. Necə? Digər turşlar kimi sulfat turşuda metal oksidlərinə reaksiya daxil olur. Məsələn, əsas oksidlərinə reaksiya daxil olur. Əsas oksidlərdə xatırlamış oluruq. Aktiv metal oksidləri, sonra dəyişkən valentli metaldırsa aşağı valentli oksidləri əsas oksidlərə aid idi və turşu və turşu oksidlərinə reaksiya girib duz əmələ gətirən oksidlərə əsas oksidlər deyildi. Nəticədə əsas oksidlərin turşularına reaksiyası bildiyimiz kimi duz və su alınır. Duz necə alınır? Turşun tərkibindəki hidrogen metalla əvəz olunur. Mübadilə reaksiyasıdır. Yəni hidrogenlə natriumun yerini dəyişirik. Natrium 2SO4, bir də H2O. Amfiter metal oksidlərinə reaksiya daxil olur. Amfiter oksidlər bilirsiniz ən çox istifadə etdiyimiz sink, berilliyumdur, alüminiumdur. Qurğuşundur. Bunlar metalların özü amfiterdir. Oksidlər də amfiter xassələri göstərirdi. Və ya dəmir və xromun 3 valentli oksidləri də amfiterlik xassəsinə malik idi. Eyni qayda ilə deməli biz nə edəcəyik? Hidrogeni sinklə əvəz edəcəyik. Yəni sinklə hidrogenin yerini dəyişirik. Sink SO4, bir də H2O. Duzun formunu çıxardanda xatırlayaq necə çıxardırdıq. Sulfat turşusu qeyd edeyim ki, sulfat turşusumuz 2 valentlikdə olur. Əvəz olunan hidrogen sayından asılı. Əgər HSO4 şəklində yazmışıqsa, yəni bir hidrogen əvəz olunubsa, oksidləşmə dərəcəsi mənfi 1, valentlik olaraqsa 1 götürürük. Əgər hidrogen 2 əvəz olunub, yəni SO4 şəklindədirsə, onda oksidləşmə dərəcəsini 2 mənfi, valentliyini də 2 götürəcəyik. Deməli, biz burada SO4 turşu qalımız 2 valentlidir, sink də biz sabit 2 valentlidir, ona görə formula sink SO4 olaraq qalır. Yəni normal duz almış oluruq. Sonra qarşı oksidləri xatırlayaq. Qarşı oksidlər ya duza gəlsə digər oksiddən fərqli olaraq bir duz yox, reaksiya nəticəsində 2 dənə duz əldə edirik. Nümunə olaraq yazaq. Ən çox istifadə etdiyimiz qarşı oksid Fe3O4-dür. Sulfat turşusunun reaksiyasını yazırıq. Nəticədə alınacaq. Bildiyimiz kimi burada 2 dənə oksid var. Dəmir 2 oksid. Ona görə dəmiri bir dəfə 2 valentlisini götürürük. Hansı SO4-2, dəmir 2 valentli bu şəkildə qalır. Dəmir 2 sulfat deyirik. Bir dəfə də dəmiri 3 valentli götürürük. Çarpaz şəklində yazırıq. 3, 2. Bir də təbii ki su alınır. Bu bizim qarşı oksidlərin. Keçək əsasların reaksiyasına, əsaslarla həm də xatırlamaq məqsədi ilə geniş izah edirəm. Məsələn, 1-in 1-ə götürmüşüksə, sulfat turşusunun natrium hidroksid, yəni bir turşulu əsasları, əsasın turşuluğu necə müəyyənləşdirir? OH sayını. Onda hidrogen 1-in 1-ə götürmüşüksə, hidrogenin sayı OH-ın sayına çox deyə turş duzu alınacaq və hidrogen qismən əvəz edirik. Alınacaq natrium HSO4, bir də H2O, yəni turş duzu aldıq. Gördüyümüz HSO4 yazdımsa 1 valentli, natriumda 1 valentli, ona görə formul olduğu kimi qalır. Əgər 2 mol götürsəydim natrium hidroksidi, yəni 1-in 2-yə nisbətdə, o deməkdir ki, OH-ın sayı artıq hidrogen sayına bərabərdirsə, tam neytrallaşma deyirdik. Nəticədə isə normal duz və su alınırdı. Əsasi duz bildiyimiz kimi bu reaksiyadan alınmaz. Səbəbini özünüz xatırlayın, nə üçün alınmaz? Deyim mən də əlavə olaraq bildiyimiz kimi bir turşulu əsaslar əsası duz əmələ gətirmir. Burada mən natrium hidroksidi 4 molda götürsəm, fərqi yoxdur. OH-ın sayı çox görməsinə baxmayaraq, oradan əsasi duz alınmaz. Çünki bir turşulu əsasdır. İndi buradan ala bilərik. Məsələn, burada kalsium hidroksidin molunu çox götürək. Onda əsasi duz necə alınırdı? Xatırlayaq. Hidroksid qrupunun, əsasın tərkibindəki hidroksid qrupunun turşu qalığı ilə qismən əvəz olması. Yəni 2 OH-dan birini əvəz elədim turşu qalığı ilə. Turşu qalımız 2 valentlidir, əsas tərəf isə 1 valentlidir. Nəticədə bu şəkildə əsasi duz almış olduq. Kalsium hidroksid sulfat aldıq. Bu bizim oksidlərlə reaksiyamız, əsasla reaksiyası. Sonra duzlarla reaksiyasını xatırlayaq. Necə gedirdi? Bildiyimiz kimi qatı sulfat turşusu xüsusilə qüvvətli turşudur. Bütün özündən sonra gələn turşuları duzdan sıxışdırıb çıxara bilir. Duru sulfat